Qəbələ şəhərində gördüyünüz kimi dağın ətəyində bir dənə 3, bir dənə də 4 sot torpağımız var. Sənədli Qubçalı. Bütün kommunallar burada var. Asfalt yol da buradan 30-40 metrədir. Yəni asfaltdan keçir. Ətraf hamısı yaşayışdır, yeni tikilən, kirayə üçün tikilən evlərdir. Deməli, dayandığım ərazi 4 sot torpaq sahəsidir. Bax, gördüyünüz kimi dəmir hasarlardan kvadrat formada. 4 sota gələn yoldur. Yolun deməli torpağın sənədinə heç bir aidiyyəti yoxdur. Yer sahibi bu 4 sota gələn yolu öz həyətindən, yəni ayırır. 5 metr enində səliqəli, qəşəng yol verir bura. Bax, bu yol hissəsidir. Düz qapıya kimi. 4 sota gələn yoldur və bu hissədə də 3 sotumuz var. Onun da ayrı sənədi var. İstəyə görə 7 sot da götürə bilərsiniz. 4 sot, 3 sot ayrı-ayrı da buradan götürə bilərsiniz. Gördüyünüz kimi torpaq sahəsini isə təqdim elədim. 3 sot və 4 sot. Ümumi birlikdə 7 sot torpaq sahəsidir. Dağın ətəyində. Bura Qəbələ şəhərinin özüdür. Axundov küçəsinə çıxışdır. Paslar məhəlləsidir. Kirayələrdir, şəxsi yaşayışlardır. Yəni ekskluziv olaraq yenə də biz 3 və 4 sotu burada tapdıq, aşkarladıq, sizlə paylaşdıq.